Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Yeni bir proqramla sizinlə görüşə gəlmişik. Bugün qonağımız Azərbaycanın tanınmış qadın yazarlarından yazıcı, publisist Eluca Atalıdır. Eluca xanım bir çox mövzularda, Türk dünyası ilə əlaqədar, İranda, Güney Azərbaycanla əlaqədar, İran içində insan haqlarının pozulması ilə əlaqədar kitablar yazıb və tez-tez öz dəyərli qələminin əsərləri ilə bizim görüşümüzə gəlir, bizə bəlkə də bəzən yadımızdan çıxan mövzularda xatırlatmalar eləyir. Bugün çox sevinclə, məmnuniyyətlə Eluca xanımı proqramımıza qonaq eləyirik. Xoş gəlmisiniz Eluca xanım. İnanın mənə, deməli, psixoloq, hüquqşünaslı universitet hocası mənə yazdı ki, sən bu kitabı yazıb necə dəli olmamısan? Mən 2 dəfəndir oxumuşam bunu. Adam var, 3 dəfən oxuyub, müəllimdir, mənə yazır ki, 3 dəfən oxumuşam mən o kitabı. Burada bir cümlə var. 16 yaşında zindana düşüb, edam hökmü ilə yatan qadının sözüdür. Mənə sual verir jurnalistə. Sən deyirsən ki, edam hökmü altında olmuşlarda müsahibə götürmüşəm. Bəs necə olur ki, onlar sağdır? Bax, bu çox gözəl sualdır. Qırmızı xaç insan haqları ilə bağlı və bir də uşaqların beynəlxalq hüquq konvensiyası ilə məşğul olan təşkilatlar İrana gəlirdilər, zindanı yoxlayırdılar və 18 yaşından aşağı olan gəncin, bilirsiniz ki, uşaq hesab olunur və onların edamı dünyada qadağandır və bunlar bu cür canlarını qurtarıblar. O cümləni oxuyacağım sizə, qadının müsahibəsindən. Bir müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində canlı bomba partlayırdı. Bu nə deməkdir? Sübh azanı çalınırdı, bitən kimi Xahər Zeynəb bacıları, İmam Zeynəbin əskərləri adlanırdı, içəridə Hizbullahın qadın keşikçiləri. Bunlar içəri girirdilər, əllərində bir siyahı idi, uzun siyahı, onun da adını qoymuşdu, qara siyahı. İstənilən anda hər kəs öz adını eşidə bilərdi. Və onun uca səslə adları oxuyurdular, axşam kim edam olunacaq və deyirdilər, qız uşaqları günorta azanına qədər hazır olsunlar. Bundan sonra deyir stres, boğaz kilitlənməsi, özündən getmə, filan nişatir spirti ilə deyir, bunları ayıldırdıq. Əsərdə bunların hekayətləri var, yazmışam. Günorta azanı çalınandan sonra qız uşaqlarını gəlib aparırdılar. 1 saatlıq siğə olunurdu, təcavüz olunurdu. Həmin anda bütün mollalar zindanın qapısı ağzında olurdular. Və keçmiş Təbrizin İmam Cüməsi deyir ki, mən özüm o 129 qız uşağını, yəni bunu demək olmaz. Deməliyik bunu, bu dərdli dərd. Niyə bizim millətə, bu Türk millətinə bu olmalıdır? Və günorta azanında aparırdılar bunu. Azanından sonra. Günümüz deyir 3 yerə bölünmüşdü də. Səhər azanı, sübh azanı oxunurdu siyahı, günorta əzanı təcavüz olunurdu, siğə və təcavüz. Çünki İmam Xümeyni deyirdi ki, dinimizə görə qız uşağı kimi, edam olunanlar qız uşağı kimi ölsələr cənnətə düşəcəklər. Onlara havayı cənnəti vermək olmaz. Kitabın ikinci hissəsində Xümeyni ilə varisin söhbətində, Müntəzirinin söhbətində bunları mən detalları ilə yazmışam. Arzu edirəm ki, hər kəs oxusun. Bunlar şər deyil, ay millət. Bu nəysə, deməli, axşam azanı çalınanda deyir, biz dairəvi dururduq və edam olunanlar ortalıqda olurdular. Ondan əvvəl onlar bir özəl əşyaları var idi. Şəkil, tutaq ki, ailəsindən gəlib, kimsə, məsələn, 1 yaşında qızını qoyub evdə zindana düşüb, edam hökmü var. Alma tumuna, xurma tumundan bir mıncıq qayırırdı, qolbaq qayırırdı ki, ona yadigar olsun və onun düyünçəsi yığılırdı. O başına bağladığı şalın arasına o əşyalar yığılırdı. Ailəsinə. Bəli, corabdı, paltardı, nələri varsa da əşyaları da ondan sonra lazım deyil. Onları gətirib atırdı ortalığa. Hekayətlər yazmış amma kimə lazımdır götürsün. Və dairənin içərisində onlar dururdu. Biz bənövşələr yaz küləyi ilə rəqs edir
mahnısını uca səslə ona oxuyurdu və buna zindan himni deyilirdi, ölüm himni deyirdi. Və sonra zindanın həyətində təpə var idi. O təpənin üstündə bir gündə 400, 500 elə gecələr olub ki, 1000-dən artıq adamı edam ediblər. Başqa zindanlardan da gətirirdilər. Və deyir, edam olunan gecəsi, ta ki gecə 9-da edam olundu. Ondan sonra zindana yeni qadınlar gətirirdilər. 480 nəfərlik bu hadisələr olub 88-ci ilin 3 ay yay ərzində. Kütləvi edamlar. İranda var tək-tək edamlar, düşüncəsinə görə, zəncirvari edamlar, bir də var kütləvi edamlar. Bu roman kütləvi edamdan bəhs edir. Bəli. Sonra bunları yük maşınlarının arxasına deyir, atırdılar, turlayırdılar, tappa-tapla sübh azanına qədər qutarmalıydılar. Çünki şəhərə çaqqallardı, sonra o yırtıcı quşlar var, ağbaşlar deyirlər, onlar filanlar, yırtıcı quşlar. Qan iyini axı eləsi var 4-5 kilometrdən hiss edir. Onlar hücum edirdilər şəhərə. Bu hadisələr, bu kütləvi edamlar Elca xanım, hansısa bir o zaman olan bir toplumsal olayın davamında mı olmuşdur həbslər? Yəni birdən-birə bu qədər qadının həbs olunmasının səbəbi bir toplumsal etiraz mı idi? Nə idi onunla bağlı da bir məlumat almaq istəyirəm. Etiraz deyildi. Burada çox maraqlı bir nüansa toxundunuz. Deməli, Xomeyni hakimiyyətə gələn kimi, əslində o hakimiyyətə gələndə söz vermişdi. Orada solçular var idi, şahçılar var idi, solçu mücahidlər var idi, həm namaz qılırdılar, həm də solçuydular, kommunist təfəkkürü. Yəni, namaz qılanda üzərini Məkkəyə yox, Kremlə tuturdular. Kommunistlər də belədir ki, İranda məsəl var, deyir ki, Moskvada yağış yağanda İranın solçuları başlarına çətir tuturdular. O qədər Kremlə alışqan idilər. Bəli, 60-cı illərdə Xruşov özü İrana gələndə demişdi ki, vaxt gələcək. İran yetişmiş alıma kimi ovcumuzun içinə düşəcək. Bu cür hazırlayırdılar. Və var idi dinçilər. 4 böyük qrup var idi. Bu hakimiyyətə gələn kimi dedi ki, biz hakimiyyəti birgə quracağıq. Baxın sizə. Hakimiyyətə gələn kimi birinci şahçıları aradan götürdülər. Hətta 80-dən artıq generalı, hərbi generalı, ordu generalını bunlar edam etdilər. Bu bir. Yəni şahçıları aradan götürdülər, susturdular. Yarısı qaçdı, ölən öldü, ölməyən də sustu İranda. Və sonrakı hücum oldu solçulara, kommunistlərə və mücahidlər qaçdılar İraqa, bir hissəsi. Qaçdı İraqa və Səddam Hüseyin, bilirsiniz ki, 80-dən 88-ə qədər İran-İraq savaşı oldu. Səddam Hüseyin bunlardan xüsusi bir batalyon düzəltdi. Və bunları göndərdi İranın üstünə. Avtomatla, tankla. 3-cü kitabda buna toxunmuşam, bu məsələləri yazmışam, nələr baş verir. Və ona görə həmin dövrdə Xomeyni mücahidlərə qarşı çox acıqlı oldu. Çox, yəni daha amansız oldu. Və amansız oldu. Əsas öldürülənlər mücahidlər idi. Və burada müntəziri Xomeyninin varisi niyə vəzifəsindən kənar edildi? Çünki o Xomeyniyə çox yaxın idi, ondan sonra dövləti idarə edəcəkdi. Burada qara toyuq məsələsi də var, onun yorulması filanı. Və gedir Xomeyninin yanına, deyir ki, ağa, ölkə qan içindədir. Bu şeylər saxlayaq da, edamları. Və onda əsasən qırdıqları mücahidlər idi. Başa sözsüz o? Anladım. Bəli. Bəli, bu məsələ də var idi. Mən çox təşəkkür edirəm Elca xanım. Onda biraz 40 dəqiqəyə gəldik. O qədər maraqlıdır ki, bu gedəcək. İstəyirəm baxılsın ona görə. Kitabı oxucularına nə tövsiyə edirsiniz? Bax, oxuduqdan sonra. Çünki bilirsiniz də, bu dönəmdə təəssüf ki, elə bir dönəmə gəlmişik ki, insanlar nə oxumur, nə uzun videolara baxmır. Ancaq Google-dan bir-iki informasiya. Amma önəmli olan bu insanların səsini, siz çox önəmli bir iş görmüsünüz, səsini çatdırmışsınız insanlara. Amma bunları biraz da məcbur edib oxutmaq da lazımdır ki, hər kəs bilsin, anlasın.
Mən ümid edirəm ki, sizin bu kitabınızla bağlı sənədli film də çəkilər, bədii film də çəkilər. Çünki həqiqətən də olmayan, bu dəqiqə bizim hamımızın belə asanlıqla ulaşamayacağımız informasiyalar var, orada bilgilər var. Amma yenə də son söz olaraq sizdən oxuculara bağlı bir müraciət istəyərdim. Birinci, sizdən xahişim var. Növbəti proqramı Xumeynizm nədir? Çoxları Xumeynizmi ideologiyasını anlamırlar. Leninizm bilirlər, Marksizm bilirlər, nə bilim, izmləri bilirlər, amma Xumeynizm nədir? Onu bilmirlər. Onu romanda açmışam, mən bunun üzərində durmaq istəyirəm. Tamam. İkinci, mən istərdim ki, Güney Azərbaycanı, İranı və mollalizmi, belə deyək, mollaları tanımaq istəyən adamlar ilk növbədə bu kitabı oxusunlar. Ona görə yox ki, bunu Elüc Atalı yazıb. Ona görə ki, bu kitab salnamədir. Bu kitabda yazılanlar heç yanda deyilməyib. Bunlar var, bunu oxuyun. Bu millətin iç səsidir. O qadınlar ki, mənə danışırdılar, ağlayır. Çoxsu müsahibə vermirdi, Aynur xanım. Çoxsu müsahibə vermirdi. Mən o danışanda, o hadisələri danışanda xatırlayıram, yenidən yaşayıram. Bilirsiniz, bu travmalar insan daha rifah həyata qovuşa bilir, amma travmaları biz öz bədənimizdə daşıyırıq. Sizin bilirsiniz, Xocalı hadisələrində bir Azərbaycanlı qızımız o vaxtda bir erməni tərəfindən əsir götürülüb uzun müddət təcavüzə məruz qalmışdı. Yeniliklə 2 il qabaq xərçəng xəstəliyinə tutuldu və vəfat etdi. Dürdanə Ağayeva görüşmüşəm. Onun kitabı var, 8 gün erməni əsirliyində. Bəli, Dürdanə xanım çox mənim sevdiyim bir xanımdır. Əsalətinə, zərafətinə çox hörmət elədiyim bir xanım idi və mən onun xərçəng olduğu, ki uzun müddət xərçəng olduğunda hamıdan gizlətdi. Eşidəndə fikirləşdim ki, həmin o travmaların sonucun o xanım özü ilə daşıdı, gətirdi və bir ömür məhv oldu. Çox ağır bir şeydir və fikirləşəndə ki, nə qədər qadının biz adını bilmədiyimiz, kim olduğunu, nəyə görə cəzalandığını bilmədiyimiz qadınlar eyni cür cəzalandırırlar. Həqiqətən də çox faciəvi bir durumdur. Sizin dediyiniz kimi bir insanın qaldıra biləcəyi dərd deyil, problem deyil. Oxuduqca da, öyrəndikcə də, mən hələ eşitdikcə də indi sizdən o özü belə mənim üçün bir travmadır. Ümid edirəm ki, molla rejimi ən qısa zamanda dağılar, amma dağılsa belə, siz bilirsiniz, tarix təkərrür eləyir təəssüf ki, biz öyrənməsək tarixi, biz bu səhvləri öyrənməsək, yenə də xalqımızın hər hansı bir yerdə başına yeni şeylər gələ bilər. Ona görə də bunları öyrənməmiz lazımdır. Millət tarixini öyrənib onu aşmalıdır, onun üzərindən aşmalıdır. Bir də zindanda olmuş adamlarla, əsir düşmüş adamlarla psixoloqlar, yazıçılar işləməlidir. Onlar ürəklərini boşaltmalıdır, o travmanı atmalıdırlar. Bu psixoloji bir haldır. Özlərinə kənar atmalıdır. Məsələn, mənə təşəkkür edən qadınlar var idi ki, sən bizi danışdırdın, yüngülləşdik. Bu çox önəmli bir məsələdir. Mən də sizə çox təşəkkür edirəm. Çox önəmli bir məsələyə vurğu yapmışsınız. Bu qədər zaman, əsəb, enerji sərf olunub. Ümid edirəm ki, oxunacaq, daha çox oxuru bol olsun. Çünki millətimiz üçün çox faydalı bir araşdırmadır. Təşəkkür eləmək istəyirəm sizə. Yaxşı ki, gəldiniz. İnşallah ən qısa zamanda yenə başqa mövzularda qonağımız olarsınız deyə ümid edirəm. Təşəkkür edirəm, var olun. Sağ olun. Bağladı. Heç bir insan həyatının üzərində haqq yoxdur əslində dinə görə, amma İran bilirsiniz də, yəni İslamın adına üz qarasıdır və son illərdə orada baş verənlərə nəinki İranın, dünyanın da müdaxilə eləməsi elə dünyanın da üz qarasıdır. Bəli, ona görə ikinci kitabı yazmışam ki, demokratiya oyununa getmə, ay mənim millətim, inanma Avropaya. Avropa üçün mənimsəmə siyasəti var. Sən oyuncaq olmayacaqsan. Oyuncaq etdiyi millətlər var Türkiyəyə qarşı, Kürdlər. Türkiyə mənim Avropanın üçün dövlət yaradacaq? Yox. İnanın mənə ki, mən içəridə yaşayan adam kimi deyə bilərəm ki, Kürdlərin bu dəqiqə Türkiyə içində türklərdən daha çox haqqı var.
Bəli, Yəni onların odur. bütün o ağlaşması, bütün o Bəli. oyun qrup teatrları hamısı Qərbdən daha çox pul almaq üçün, dəstək almaq üçün, ondan sonra yəni bu hamısı bir oyundur. Yəni Türkiyəni Bəli. dağıtmaq üçün bir oyundur. Bəli, Türkiyəni qorxutmaq üçün, əsarətdə saxlamaq üçün. Mən deyəni etməlisən, etməsən Kürdün səlahiyyətlərini artıracam, sənin üzərinə salacam. Budur. Əsərdə, bu kitabda deməli bir cümlə var, kitabın üz qabığına vermişəm. Mən deyim ki, bu 12 il ərzində 100-dən artıq edam hökmü altında uzun müddət İranın müxtəlif zindanlarında yatmış qadınlarla görüşmüşəm. Bəziləri ilə fiziki, ki, kafedə görüşmüşük, çay içə-içə söhbət eləmişik. Bəziləri evlərinə dəvət ediblər, dəfələrlə getmişəm. Dünyanın hər yerində olan qadınlara səpələniblər dünyanın hər yerinə. WhatsApp, Skype, nə bilim, e-maillə bəzilərinə 50-dən artıq sual vermişəm. Mənə Bakıdan yazırlar, Quzey Azərbaycanın əsasən. Bu olmuş hadisədir, yoxsa sənin fantaziyandır? Deyirəm, mən Sabir demişkən, olmuşların hələ 100%-ni yazmayıram. Yazsam, heç kim bu kitabı oxuya bilməz. Adam var, o 3-cü kitabı oxuyanda qanlı orkestrin, abala deyir, məni infarkt vurmuşdu, təzyiqim qalxdı. Evdə yığışdırdılar o kitabı, gizlədirlər məndən, qoymurlar ardını oxumağa. Və inanın mənə, deməli, psixoloq, hüquqşünaslı universitet hocası mənə yazdı ki, sən bu kitabı yazıb necə dəli olmamısan? Mən 2 dəfəndir oxumuşam bunu. Adam var, 3 dəfən oxuyub, müəllimdir, mənə yazır ki, 3 dəfən oxumuşam mən o kitabı. Burada bir cümlə var. 16 yaşında zindana düşüb, edam hökmü ilə yatan qadının sözüdür. Mənə sual verir jurnalistə. Sən deyirsən ki, edam hökmü altında olmuşlarda müsahibə götürmüşəm. Bəs necə olur ki, onlar sağdır? Bax, bu çox gözəl sualdır. Qırmızı xaç insan haqları ilə bağlı və bir də uşaqların beynəlxalq hüquq konvensiyası ilə məşğul olan təşkilatlar İrana gəlirdilər, zindanı yoxlayırdılar və 18 yaşından aşağı olan gəncin, bilirsiniz ki, uşaq hesab olunur, və onların edamı dünyada qadağandır. Və bunlar bu cür canlarını qurtarıblar. O cümləni oxuyacağım sizə, qadının müsahibəsindən. Bir müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində canlı bomba partlayırdı. Bu nə deməkdir? Sübh azanı çalınırdı, bitən kimi Xahər Zeynəb bacıları, İmam Zeynəbin əskərləri adlanırdı, içəridə Hizbullahın qadın keşikçiləri. Bunlar içəri girirdilər, əllərində bir siyahı idi, uzun siyahı, onun da adını qoymuşdu, qara siyahı. İstənilən anda hər kəs öz adını eşidə bilərdi. Və onun uca səslə adları oxuyurdular, axşam kim edam olunacaq və deyirdilər, qız uşaqları günorta azanına qədər hazır olsunlar. Bundan sonra deyir stres, boğaz kilitlənməsi, özündən getmə, filan nişatir spirti ilə deyir, bunları ayıldırdıq. Əsərdə bunların hekayətləri var, yazmışam. Günorta azanı çalınandan sonra qız uşaqlarını gəlib aparırdılar, 1 saatlıq siğə olunurdu, təcavüz olunurdu. Həmin anda bütün mollalar zindanın qapısı ağzında olurdular. Və keçmiş Təbrizin İmam Cüməsi deyir ki, mən özüm o 129 qız uşağını, yəni bunu demək olmaz, deməliyik bunu, bu dərdli dərd, niyə bizim millətə, bu Türk millətinə bu olmalıdır. Və günorta azanında aparırdılar bunu, azanından sonra. Günümüz deyir 3 yerə bölünmüşdü də, səhər azanı, sübh azanı oxunurdu siyahı, günorta əzanı təcavüz olunurdu, siğə və təcavüz. Çünki İmam Xümeyni deyirdi ki, dinimizə görə qız uşağı kimi, edam olunanlar qız uşağı kimi ölsələr, cənnətə düşəcəklər, onlara havayı cənnəti vermək olmaz. Kitabın 2-ci hissəsində Xümeyni ilə varisin söhbətində, Müntəzirinin söhbətində bunları mən detalları ilə yazmışam. Arzu edirəm ki, hər kəs oxusun. Deməli, axşam azanı çalınanda deyir, biz dairəvi dururduq
və edam olunanlar ortalıqda olurdular. Ondan əvvəl onlar bir özəl əşyaları var idi. Şəkil tutaq ki, ailəsindən gəlib, kimsə məsələn 1 yaşında qızını qoyub evdə zindana düşüb, edam hökmü var. Alma tumuna, xurma tumundan bir muncuq qayırırdı, qolbaq qayırırdı ki, ona yadigar olsun və onun düyünçəsi yığılırdı. O başına bağladığı şalın arasına o əşyalar yığılırdı. Ailəsində. Bəli, corabdı, paltardı, nələri varsa da Əşyaları, başlarında bəli. əşyaları da ondan sonra lazım deyil. Onları gətirib atırdı ortalığa. Hekayətlər yazmış amma kimə lazımdır götürsün. Və dairənin içərisində onlar dururdu. Biz Bənövşələr yaz küləyi ilə rəqs edir mahnısını uca səslə ona oxuyurdu və buna zindan himni deyilirdi, ölüm himni deyirdi. Və sonra zindanın həyətində təpə var idi. O təpənin üstündə bir gündə 400, 500 elə gecələr olub ki, 1000-dən artıq adamı edam ediblər. Başqa zindanlardan da gətirirdilər. Və deyir, edam olunan gecəsi, ta ki gecə 9-da edam olundu. Ondan sonra zindana yeni qadınlar gətirirdilər. 480 nəfərlik bu hadisələr olub 88-ci ilin 3 ay yay ərzində. Kütləvi edamlar. İranda var tək-tək edamlar düşüncəsinə görə, zəncirvari edamlar, bir də var kütləvi edamlar. Bu roman kütləvi edamdan bəhs edir. Bəli. Sonra bunları yük maşınlarının arxasına deyir, atırdılar, tullayırdılar, tappa-tapla sübh azanına qədər qutarmalıydılar. Çünki şəhərə çaqqallardı, sonra o yırtıcı quşlar var, ağbaşlar deyirlər, onlar filanlar, yırtıcı quşlar. Qan iyini axı eləsi var 4-5 kilometrdən hiss edir. Onlar hücum edirdilər şəhərə. Bu hadisələr, bu kütləvi edamlar Elca xanım, hansısa bir o zaman olan bir toplumsal olayın davamında mı olmuşdur həbslər? Yəni birdən-birə bu qədər qadının həbs olunmasının səbəbi bir toplumsal etiraz mı idi? Nə idi onunla? Onunla bağlı da bir məlumat almaq istəyirəm. Etiraz deyildi. Burada çox maraqlı bir nüansa toxundunuz. Deməli, Xomeyni hakimiyyətə gələn kimi, əslində o hakimiyyətə gələndə söz vermişdi. Solçular, orada solçular var idi, şahçılar var idi, solçu mücahidlər var idi, həm namaz qılırdılar, həm də solçu idilər, kommunist təfəkkürü. Yəni namaz qılanda üzərini Məkkəyə yox, Kremlə tuturdular. Kommunistlər də belədir ki, İranda məsəl var, deyir ki, Moskvada yağış yağanda İranın solçuları başlarına çətir tuturdular. O qədər Kremlə alışqan idilər. Bəli, 60-cı illərdə Xruşov özü İrana gələndə demişdi ki, vaxt gələcək. İran yetişmiş alıma kimi ovcumuzun içinə düşəcək. Bu cür hazırlayırdılar. Və var idi dinçilər. 4 böyük qrup var idi. Bu hakimiyyətə gələn kimi dedi ki, biz hakimiyyəti birgə quracağıq. Baxın sizə. Hakimiyyətə gələn kimi birinci şahçıları aradan götürdülər. Hətta 80-dən artıq generalı, hərbi generalı, ordu generalını bunlar edam etdilər. Bu bir. Yəni şahçıları aradan götürdülər, susturdular. Yarısı qaçdı, ölən öldü, ölməyən də sustu İranda. Və sonrakı hücum oldu solçulara, kommunistlərə və mücahidlər qaçdılar İraqa, bir hissəsi. Qaçdı İraqa və Səddam Hüseyin, bilirsiniz ki, 80-dən 88-ə qədər İran-İraq savaşı oldu. Səddam Hüseyin bunlardan xüsusi bir batalyon düzəltdi. Və bunları göndərdi İranın üstünə. Avtomatla, tankla. 3-cü kitabda buna toxunmuşam, bu məsələləri yazmışam, nələr baş verir. Və ona görə həmin dövrdə Xomeyni mücahidlərə qarşı çox acıqlı oldu. Çox, yəni daha amansız oldu. Və amansız oldu. Əsas öldürülənlər mücahidlər idi. Və burada müntəziri Xomeyninin varisi niyə vəzifəsindən kənar edildi? Çünki o Xomeyniyə çox yaxın idi, ondan sonra dövləti idarə edəcəkdi. Burada qara toyuq məsələsi də var, onun yolunması filanı. Və gedir Xomeyninin yanına, deyir ki, ağa ölkə qan içindədir.
bu şeylər saxlayar da edamları və onda əsasən qırdıqları mücahidlər idi. Başa düşürsüz? Hə, O anladım. bəli. Bəli, bu məsələ də var idi. Mən çox Amma təşəkkür edirəm Elca xanım. Onda bir ay deyirəm ki, sizin bu kitabınızla bağlı sənədli film də çəkilər, bədii film də çəkilər. Çünki həqiqətən də olmayan, bu dəqiqə bizim hamımızın belə asanlıqla ulaşamayacağımız informasiyalar var, orada bilgilər var. Amma yenə də son söz olaraq sizdən oxuculara bağlı bir müraciət istəyərdim. Birinci, sizdən xahişim var. Növbəti proqramı Xumeynizm nədir? Çoxları Xumeynizmi ideologiyasını anlamırlar. Leninizm bilirlər, Marksizm bilirlər, nə bilim, izmləri bilirlər, amma Xumeynizm nədir? Onu bilmirlər. Onu romanda açmışam, mən bunun üzərində durmaq istəyirəm. Tamam. İkinci, mən istərdim ki, Güney Azərbaycanı, İranı və mollalizmi, belə deyək, mollaları tanımaq istəyən adamlar ilk növbədə bu kitabı oxusunlar. Ona görə yox ki, bunu Elca Atalı yazıb. Ona görə ki, bu kitab salnamədir. Bu kitabda yazılanlar heç yanda deyilməyib. Bax, bunlar var, bunu oxuyun. Bu millətin iç səsidir. O qadınlar ki, mənə danışırdılar, ağlayır. Çoxsu müsahibə vermirdi, Aynur xanım. Çoxsu müsahibə vermirdi. Deyirdi, mən o danışanda, o hadisələri danışanda xatırlayıram, yenidən yaşayıram. Fikirləşəndə ki, nə qədər qadının biz adını bilmədiyimiz, kim olduğunu, nəyə görə cəzalandığını bilmədiyimiz qadınlar eyni cür cəzalandırırlar. Həqiqətən də çox faciəvi bir durumdur. Sizin dediyiniz kimi bir insanın qaldıra biləcəyi dərd deyil, problem deyil. Oxuduqca da, öyrəndikcə də, mən hələ eşitdikcə də indi sizdən o özü belə mənim üçün bir travmadır. Ümid edirəm ki, molla rejimi ən qısa zamanda dağılar, amma dağılsa belə, siz bilirsiniz, tarix təkərrür edir təəssüf ki, biz öyrənməsək tarixi, biz bu səhvləri öyrənməsək, yenə də xalqımızın hər hansı bir yerdə başına yeni şeylər gələ bilər. Ona görə də bunları öyrənməmiz lazımdır. Millət tarixini öyrənib onu aşmalıdır, onun üzərindən aşmalıdır. Bir də zindanda olmuş adamlarla, əsir düşmüş adamlarla psixoloqlar, yazıçılar işləməlidir. Onlar ürəklərini boşaltmalıdır, o travmanı atmalıdırlar. Bu psixoloji bir haldır. Özlərinə kənar atmalıdır. Məsələn, mənə təşəkkür edən qadınlar var idi ki, sən bizi danışdırdın, yüngülləşdik. Bu çox önəmli bir məsələdir. Mən də sizə çox təşəkkür edirəm. Çox önəmli bir məsələyə vurğu yapmışsınız. Bu qədər zaman, əsəb, enerji sərf olunub. Ümid edirəm ki, oxunacaq, daha çox oxuru bol olsun. Çünki millətimiz üçün çox faydalı bir araşdırmadır. Təşəkkür eləmək istəyirəm sizə. Yaxşı ki, gəldiniz. İnşallah ən qısa zamanda yenə başqa mövzularda qonağımız olarsınız deyə ümid edirəm. Təşəkkür edirəm, var olun.